Gəlin indi baxaq müəllimlər bizə deyir ki, inklüziv təhsil nə üçün vacibdir? İnklüziv təhsilin vacib olmasının məqamlarından biri şagirdlərin özünə inamını, özünə güvənini artırır, yüksəldir. Yəni bütün şagirdlərin sinif mühitində qaynayıb qarışması onların sinifin bir hissəsi olduğu hissini aşılayır onlara. Həmyaşıdları arasında müsbət qarşılıqlı əlaqəni təmin edir. Yəni birgə fəaliyyət təşkil ediriksə, bütün şagirdlər onun içində olsun. Bu zaman şagirddə özgüvən hissi yaranacaq, özünə inam hissi yaranacaq, özünə inam hissi artacaq. Yəni əgər biz o şagirdi digər yoldaşlarından ayırıb başqa bir ortama qoysaq, ayırsaq, deyək ki, sağlamlıq imkanları məhdud olanları bir qrupa, sağlam uşaqları bir qrupa, onda şagirdə biz sarsıntı yaşatmış oluruq. Onların özünə inamını zərərli şəkildə təsir göstərə bilərik biz. Amma sən də burada işləyəcəksən. Sənə də yoldaşlarının, sənin də fikirlərinə yoldaşlarının ehtiyacı var. Sənin də düşüncələrin bizim üçün vacibdir, gərəklidir deyəriksə, baxın o şagirddə nə qədər özgüvən hissi olacaq, nə qədər özünə inam hissi artacaq. Deməli, biz o şagirdi inkişaf etdirmiş olduq. Və ikinci, niyə vacibdir? Ünsiyyət bacarıqlarını inkişaf elətdirir. Yəni, deyək ki, bax, müəllimlər, inteqrasiya edilmiş sinif, yəni otağında şagirdlər o müxtəlif qabiliyyətlərə malik olur. Yəni, əgər müxtəlif qabiliyyətlərə malik olan şagirdlər, onlar daha çox əlaqə, digərləri ilə daha çox əlaqə qura bilirlər. Yəni, bu onların ünsiyyət bacarıqlarını gücləndirmə imkanı verir. Əgər biz şagirdlərdə ünsiyyət bacarığını inkişaf etdirmək istəyiriksə, bax, müsahibədə də bu suallar düşür. Ünsiyyət bacarıqlarını necə inkişaf elətdirirsiniz? Biz şagirdlərdə ünsiyyət bacarığını inkişaf elətdirmək istəyiriksə, onları mütləq şəkildə birgə fəaliyyətə cəlb edəcəm. Yəni, bu ünsiyyət hardan başlayır? Nədir ünsiyyət? Ünsiyyət dil, nitq vasitəsilə həyata keçirilir. Yəni, biz onları o birgə ortamda, o birgə fəaliyyətə cəlb edən zaman, görün şagirddə nə qədər bacarıq inkişaf edəcək. İlk növbədə yumuşaq bacarıqlar, əməkdaşlıq, ünsiyyət, dinləmə bacarığı, danışma bacarığı, sosial bacarıqlar. Şagirdlərdə məsuliyyət hissi artacaq. Şagirdlərdə özgüvən hissi artacaq. Sən o inklüziv şagirdə desən ki, sən də bu qrupda işləyəcəksən. Sənin fikirlərinin də yoldaşlarının sənin fikirlərinə ehtiyacı var. Sənin düşündüklərin də bizim üçün gərəklidir. Sən də ideya verəcəksən, sən də təşəbbüs irəli sürəcəksən. Sən də yoldaşlarınla bərabər əməkdaşlıq edəcəksən deyəcəksə, əlbəttə ki, şagirddə biz o ortamı formalaşdıracağıq, şagirddə özgüvən hissini artıracağıq, özünə inam hissini artıracağıq. Nəinki yox, filan kəslər siz bir qrupa, filan kəslər siz bir qrupa, biz daha da şagirdin qol qanadını qırmış oluruq. Ona həqiqətən psixoloji bir travma vurmuş oluruq, sarsıntı yaşatmış oluruq. Bax, inklüziv təhsil budur, müəllimlər. Ayırma. Bizə inklüziv təhsil deyir ki, müəllim, diskriminasiyaya yol vermə. Yəni, etmə fərqlilik. Sağlamlıq imkanları məhdud olan, olmayan, hər kəs, hamı eyni ortamda təhsil alsın. Təhsilin hamı üçün əl çatan olmasıdır, inklüziv təhsil. Əziz müəllimlər, əziz YouTube kanalı üzərindən bizi izləyən müəllimlər, deməli, dərslərimiz haqqında geniş məlumat vermək istərdim sizə. Bizim mart ayından sıfırdan qruplarımız açılacaq, sürət qrupumuz və bildirim ki, heç bir material almağa ehtiyac olmayacaq. Bütün dərslərin, hətta Time 2026-cı ilin kitabı üzrə yeni çıxmış mövzuların hamısının həm PDF formasında qısa, sadə izahlarla, nümunələrlə,
göstərilmiş PDF-ləri göndəriləcək sizə Telegram üzərindən. Bundan əlavə sizə dərslərin izahları, testlərin, sınaqların izahları, səsli izahlar, video izahlar və sınaqların ümumiyyətlə Time 26-nın deməli izahları, test izahları hamısı sizə göndəriləcək. Heç bir material almayacaqsınız. Sadəcə bizim dərslərimizə qoşulmaqla bunları əldə edə bilərsiniz əzizlərim və YouTube kanalına abunə olmaqla bizim bu cür dəstək videolarımızı da əldə edə bilərsiniz. Əlaqə üçün deməli YouTube-dan telefon nömrələrimizlə əlaqə saxlayıb dərslərimiz haqqında daha geniş məlumat ala bilərsiniz və mart qruplarımıza qoşulma imkanı əldə edə bilərsiniz.